bizim psixologiyamız bir sahədə uğursuz oldusa, bir virus kimi onu yaymaq xüsusiyyəti var. Bütün sahələri yayır. Məşhur psixoloqlardan biri var, Albert Ellis. Bu deyir ki, bir dəfə yanıma çox peşəkar bir basketbolçu gəldi. Məşhur basketbolçu olmaq üçün adamın bütün parametrləri var. Ancaq ağır depressiyadadır. Bunu deyir, araşdırdım, baxıb gördüm ki, bu məşq elədiyi zalda bir dəfə bu zala peşəkar basketbolçuları daxil eləyirlər və bu gənc basketbolçular baxmayaraq ki, böyük peşəkarlıqları var, baxıb görürlər ki, o peşəkar basketbolçuların etdiyi hərəkətləri eləyə bilmirlər, onlardan geri qalırlar. Və deyir, bu uşaq baxmayaraq ki, çox gözəl bunun potensialı olub, özünü başlayır onunla müqayisə eləməyə. O topu səbətə yaxşı atdı, mən zəif atdım. O uzaqdan atdı, mən ata bilmədim. Və o qədər özünü müqayisə eləyir. Axırda əli basketboldan soyuyur, sonra bununla kifayətlənmir. Digər dərslərindən də qiyməti düşür, aşağı kolleci yarıda bitirir və bu dəqiqə ağır depressiyada insan deyir, yanıma gəlib. Ailə həyatında da adam uğursuzdur. Çünki bir dənə uğursuzluqdan adam ümumi nəticə çıxardır. Mən bədbəxtəm və mən uğursuzam. Bu ümumi nəticə də bir ləkə kimi alnına yazır və həyatının bütün sahələrində uğursuz olur. Albert Ellis deyir ki, bu adamın problemi müqayisə idi. Bu özünə baxmırdı ki, mən uğurlu bir insanam. Bu nəticəni hələm-hələm adamlar göstərə bilmir. Hələm-hələm adamlar kursant ola bilmir. Hələm-hələm adamlar ali təhsil ala bilmir. Bunun özü böyük bir uğurdur. Adam buna köklənmir. Ancaq nəyə köklənir? Deyir ki, biri məsələn xaricdə oxuyur, biri falan yerdə oxuyur. Sən orada çatacaqsan. Ancaq hazırda əlində olan işi layiqincə icra elə, yavaş-yavaş gedib orada çatacaqsan. Sən hələm 1-ci sinifdəsən, 10-cu sinifin bilgisini mənimsəyə bilmədiyin dərdini çəkirsən. Sən 10-cu sinifə çatacaqsan, o da vaxtında mənimsəyəcəksən də. Ellis deyir ki, bunun dərdi buydu. Ancaq deyir, heyf ki, mənim yanıma gec gəlmişdi. Artıq adamın 40 yaşı var idi. 40 yaşından sonra deyir, mən onu düzəltsəm də belə bundan basketbolçu çıxmayacaq. Çünki karyerasının ən önəmli vaxtını adam itirdi. Deyir, ancaq düzdür, bunu mən yaxşı ata eləyə bilərəm. Düzdür, basketbolçu ola bilməyəcək, daha 40 yaşdan sonra nə basketbolçu. Ancaq deyir, problemini düzəldəcəm, ailəsində yaxşı ata ola biləcək, karyerasında uğur qazana biləcək. Yəni burada hamıya da bir ümid var ki, həyatın heç bir anında gec deyil.